Salam dostlar, oğlumun ad gününə necə tort hazırladığımı göstərirəm. Tortu özüm hazırlayanda xoşbəxt oluram, zəhmət olsa da belə. Alınma tortu heç sevmirik. Azdadan bir neçə dəfə ad günü üçün tort aldıq. Dadı yaxşı olsa da sadə bəzəkli olur. Mənim fikrimcə tort əsas da uşaq üçün bəzəkli olmalıdır. Zakaz verəndə görkəmi istədiyim kimi olsa da dadı o deyil. Həm də anam bizim üçün hər zaman özü tortu hazırlayırdı və bu mənim üçün özəl olaraq qaldı. Anamın sevgi ilə bizə hazırladığı tortu indi mən öz övladlarım üçün edirəm. Hər dəfə müxtəlif dadlarda tort hazırlayıram. Bu dəfə seçimimiz kivi və bananla oldu. Tortun tərkibinə 6 yumurta, 1 stəkan yarım pisok, 1 stəkan un, vanil kabartma gedir. Kremi üçün mütləq 33%lıq soyuq qaymaq istifadə edirəm, 500 ml. Biraz çalıb, qatılaşdırılmış süd 200 qram. Mənim seçimim hər zaman İşte firması olur və vanil əlavə edib çalıram. Biskviti nəmləndirmək üçün ən gözəli sprey qabıdır. Mən hər zaman biskviti bir gün qabaqcadan hazırlayıb xaladenikdə saxlayıram. Onda ovxalanmır və rahat doğranır. Amma bu dəfə məndə force majeure oldu və qabaqcadan hazırlaya bilmədim. Biskvitin arasına kremi yaxıb, doğranmış meyvələri düzüb, tortu kremləyirəm. Tələsdiyim üçün səliqəli alındıra bilmədim, amma böyründəki bəzəyi o qədər də bilindirmədi. Dadı isə o qədər gözəl idi ki, bir dilim belə qalmadı.